Salam uşaqlar, xoş gördük hər birinizi. Bugün növbəti sualımızın izahı ilə davam edirik. Deməli, sualı köçürtdük biz. Başlayırıq sualın həllinə. Fikir verirsinizsə, kök altı ifadə bizə müxtəsər urma düsturunu anladır. Deməli, kök altda A plus kök altda B-nin kvadratı. Məxrəci isə kök altda A çıxılsın kök altda B-nin kvadratını yaza bilərik. Çıxılsın 6 kök altda B. Köçürək. Buradan fikir versək, kvadratla kök gedir. Məxrəcdə də kvadratla kök gedir. Kök altda plus kök altda B qalır. Məxrəcdə isə kök altda minus kök altda B. Çıxılsın 6 kök altda B, kök altda minus kök altda B-yə. Buradan görünür ki, mötərəzəni vurub açarkən 3 kök altda A üstə gəlinsin. 3 kök altda B. Məxrəcdə kök altda minus kök altda B. 6 kök altda B. Məxrəc kök altda minus kök altda B-yə. Orta məxrəc kök altda A çıxılsın kök altda B olarsa, surətdə yazarıq 3 kök altda üstə gəl 3 kök altda B. Çıx 6 kök altda B-yə. Oxşar toplananları islah edək. Kök altda 3 kök altda B, 6 kök altda B bizə verir 3 kök altda B-ni. Məxrəcdə kök altda minus kök altda B. Davam edirik. Surətdə 3-ü ortaq məxrəc, ortaq vuruq çıxaraq. Fikir versəniz, surət və məxrəc islah olunur. Qalır 3. Cavab 3. Deməli, bizim cavabımız 3D variantı olar.